Herkese salam, hər birinizi yenidən kanalımda xoş gördük. Bugün sizə Azərbaycan dili 4-cü sinif 2-ci hissədən tarixi şəxsiyyətlər bölməsinin sinonimlərin nitqdə rolu mövzusunu izah edəcəm. Uşaqlar, baxırıq 3A tapşırığına. Cümlələri oxuyun, fərqləndirilmiş sözlərə diqqət edin. Siz ikinci cümlədə hansı dəyişikliyi etmək istərdiniz? Nə üçün? Gəlin baxaq. Nizami Gəncəvinin İskəndərnamə əsərində Böyük Fatihin Azərbaycanda olması haqqında danışılır. Poemada sərkərdənin Bərdə hakimi Nüşabə ilə görüşündən danışılır. Baxın, hər iki cümlədə danışılır sözü var və diqqətlə cümlələrə baxanda bu sözlərin bir-birinin ardınca təkrarlanmasının o qədər də uyğun olduğunu görmürük. Məsələn, biz Nizami Gəncəvinin İskəndərnamə əsərində Böyük Fatihin Azərbaycanda olması haqqında danışılır. Poemada sərkərdənin Bərdə hakimi Nüşabə ilə görüşündən bəhs edilir. Bu formada desək, sizcə daha düzgün olmazmı? Və bu dəyişiklik cümlələrdə yoruculuğu da aradan qaldırar. Təkrarçılığı da aradan qaldırması ilə cümlələrimizin daha yaxşı olmasına gətirib çıxarar. Və bu cür danışılır, bəhs edilir sözləri sinonimlər adlanır. Yadda saxla hissəsində də biz sinonimlərdən danışırıq. Daha doğrusu sinonimlərin nitqdə rolundan. Çünki biz sinonimlərlə bağlı artıq sinonimlərin nə olduğunu bilirik. Bu dəfə biz onun nitqdə rolundan danışırıq. Yaxın mənalı sözlərə sinonim deyilir. Sinonimlər fikri dəqiq ifadə etməyə, nitqdə lazımsız təkrarlardan qaçmağa kömək edir. Yəni uşaqlar, eyni sözü dəfələrlə təkrar etməkdənsə, həmin sözə yaxın mənalı sözlə cümlələrdə bu sözləri əvəz edərək daha yaxşı nəticələrə gəlmək olar. Məsələn, igidlər cəsarətli idi. Bu, cəsarətli sərkərdə dünyanı fəth etmək istəyirdi. İskəndər cəsarətli idi. Bu, cəsarətli sərkərdə dünyanı fəth etmək istəyirdi. Burada 2 dəfə cəsarətli sözünün işlənməsi o qədər də yaxşı səslənmir. Buna görə də biz ikinci cümlədəki cəsarətli sözünü hünərli, qorxmaz sözləri ilə əvəz edə bilərik. Gəlin baxaq B tapşırığına. Cümlələrdə təkrarlanan sözləri müəyyənləşdirin, həmin sözləri yaxın mənalı ifadələrlə əvəz edin. Hökmdar qəzəblənmişdi, vəzirin sözləri onu qəzəbləndirmişdi. Hökmdar qəzəblənmişdi, vəzirin sözləri onu qəzəbləndirmişdi yerinə əsəbləşdirmişdi, hövsələdən çıxarmışdı deyə bilərik. Müəllim yeni mövzunu izah etdi, məsələlərin həlli yollarını hamıya izah etdi. Müəllim yeni mövzunu izah etdi, məsələlərin həlli yollarını hamıya başa saldı. Davam eləyək uşaqlar. Görün, 3-cü cümləmizə baxırıq. Həkim dəfələrlə xəbərdarlıq etmişdi, dəfələrlə demişdi ki, idmanla məşğul olun. Həkim dəfələrlə xəbərdarlıq etmişdi, dönə-dönə demişdi ki, idmanla məşğul olun. Bağçada rəngbərəng güllər açmışdı, Leyla bu rəngbərəng güllərdən dəstə bağladı. Bağçada rəngbərəng güllər açmışdı, Leyla al əlvan güllərdən dəstə bağladı. Davam edirik uşaqlar, belə bir diqqət et hissəsi var. Ora baxırıq hər birimiz. Deməli, diqqət et hissəsində çox vacib bir məqama toxunulur və bizə deyilir. Sinonim sözlər cümlədə heç də hər zaman bir-birini əvəz edə bilmir uşaqlar. Yəni, biz həmişə deyə bilmərik ki, sinonimlər bir-birini əvəz edə bilər. Gəlin baxaq C tapşırığına və bunu daha da aydınlaşdıraq. Sinonim sözlər cərgəsində uyğun gələni artırmaqla cümlələri tamamlayın. Qarşıda göyçək gözəl mənzərə açılırdı. Qarşıda göyçək mənzərə açıla bilməz. Əlbəttə ki, gözəl mənzərə açılırdı. Halbuki gözəl və göyçək sinonimdirlər, lakin bu cümlədə bir-birini əvəz eləyə bilmirlər. Əskərlər qəhrəmancasına döyüşmək yoxsa dalaşmaq? Təbii ki, əskərlər qəhrəmancasına döyüşürdülər. Dalaşırdılar demək o qədər də uyğun gəlmir. Səbuhiyə vəzifə verildi, hündür vəzifə yoxsa yüksək vəzifə? Əlbəttə ki, Səbuhiyə yüksək vəzifə verildi, hündür vəzifə demək uyğun deyil. İri, böyük, yekə, danışanda kiçik qulaq asar. Böyük danışanda kiçik qulaq asar. Biz iri, böyük və yekənin sinonim olduğunu bilirik, lakin cümlədə
Burada biz həmin sözlərdən istifadə eləyə bilmirik. Vüqar 100 metr məsafəni 14 saniyəyə qaçdı, yoxsa yürüdü? Əlbəttə ki, qaçdı deyə bilərik uşaqlar və beləliklə məntiqə baxırıq C tapşırığına. Birinci cütlükdə sözlər arasındakı məna əlaqəsini müəyyənləşdirin. Bundan çıxış edərək ikinci cütlüyü tamamlayın. Baxın uşaqlar, kənar qıraq. Kənarla qıraq necə sözlərdir? Əlbəttə ki, onlar yaxın mənalı sözlərdir. Uca sözü ilə də bağlı hündür, alçaq yoxsa enli? Təbii ki, biz burada hündür sözünü qeyd edəcəyik. Uca, hündür. İkinciyə baxırıq. Kədər, sevinc. Kədərlə sevinc necədir? Əks mənalı, yəni antonim sözlərdir. Burada biz böyüyün yanına nəhəng, iri yox, əlbəttə ki, balacanı artırırıq ki, onlar da əks mənalı olsunlar. Beləliklə dostlar, bugünkü mövzumuz bu qədərdir. Sizinlə sağollaşıram. Yeni dərslərdə görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.